Salam dəyərli izləyicilərimiz. Bugün qarşınıza möhtəşəm 3 otaqlı əşyaları ilə birlikdə satılan həyət evi ilə gəlmişik. Evimiz yerləşir harda? Masazır qəsəbəsində, Cantəpə deyilən ərazidə. Respublikanski qayının tam yaxınlığında. Masazırın girişindən də bura rahat şəkildə giriş-çıxış etmək olur. Respublikanski qayi tərəfdən də. Hər iki tərəfə çıxışı rahat şəkildədir. Evimiz 3 otaqlıdır, əşyaları ilə birlikdə satılır. Geniş həyəti var, 2 avtomobildə rahatlıqla yerləşir. İrəliləyən dəqiqələrdə həyətlə də sizi daha yaxından tanış edəcəyik. Evimizin fundamenti beton karkazdır, cütdaşla inşa edilib, kəmərlər atılıb, tikinti zamanı rigellərdən də istifadə edilibdir. Evimizin tikintisinə, təmirinə söz ola bilməz. Tam yaşayışlı ərazidə yerləşir, mərkəzləşdirilmiş kanalizasiya sistemidir, qaz, su, işıq daimidir. Ən önəmlisi isə sənədi paket kupçadır. Torpağın da, evin də kupçası tam hazırdır, dövlət ipotekasına yararlıdır. Dayanacaq, məktəb, bağça, ticarət obyektləri evin 10 addımlığındaca yerləşir. Bir daha qeyd edirəm, evimiz əşyaları ilə birlikdə satılır. Evdən heç bir əşya çıxarılmayacaq. Əşyaların qiyməti evin qiymətinə daxildir. 93 min manata təklif olunur. Təbii ki, real müştəriyə qiymətdə cüzi endirim nəzərdə tutulubdur. İsitmə sistemi kombidir. Kombi də quraşdırılıb hazırdır. Daha yaxından tanış olaq. Gördüyünüz kimi geniş həyəti var. 2 avtomobil rahatlıqla yerləşir. Evin yan hissəsində də boş yeri var. Hündür zirzəmisi var. Zirzəmidən rahat şəkildə istifadə olunur. Pəncərələrin dəmir barmaqlıqları quraşdırılıb hazırdır. Bir sözlə köç yaşa bir evdir. Evimizin dəhlizi, gördüyünüz kimi geniş dəhlizi var. Dəhlizin döşəməsi istifoldan ibarətdir. Burada yerləşir evimizin qonaq otağı. Evimiz çox göz oxşayan, səliqəli bir evdir. Təmirə heç bir ehtiyacı yoxdur. Əşyaları ilə birlikdə satılır. Köç yaşa bir evdir, səliqəli bir şəkildə. Burada yerləşir yataq otağı. Onu da xüsusi qeyd edim ki, əşyaların hər biri yenidir. Burada yerləşir uşaq otağı. Evimizin sanitar qovşağı, aksesuarlar quraşdırılıb hazırdır. Burada yerləşir evimizin mətbəxi. Bahalı mətbəx mebeli quraşdırılıb gördüyünüz kimi. Mətbəxi də genişdir, döşəməsi istifoldur. Bir sözlə evimizin tikintisinə, təmirinə, əşyalarına söz ola bilməz.